Vahidem mən sevgilim, məndən xəyanət görməsən. Vahidem mən sevgilim, məndən xəyanət görməsən. Şairəm, eşqimdə öz qəlbim kimi mərdanədirəyəm. Allah Gəm o eşqə edək çarə. 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 Belə Nərmin Mirzəyevanı dinlədik. Gənc xanəndəmizi görək, hörmətli münsiflər heyəti nə düşünür? Mənsum müəllim, sizdən başlayaq. Hər dəfə bu təsnif oxunanda bizim şərqin böyük xanəndəsi Yaqub Məmmədov gəlir mənim gözümün qabağına. Allah onun ruhunu şad eləsin. O qədər möhtəşəm oxuyub ki, həqiqətən, çünki onun səsi də gözəl idi, ifası da çox gözəl idi. Və Nərmin də bugün gözəl oxudu. Ötəsindən çox gözəl gəldi. Nərmin bizim sabit ifaçılardandır. Hər dəfə çalışır ki, daha yaxşı ifalar göstərsin. Nərmin, səni təbrik edirəm, 9 verirəm. 9 bala dəyərləndirdiniz. Mələk xanımı dinləyək, onun fikrini alaq. Təbii ki, yaxşı oxudu, amma çalış ki, qulaq asasan, biraz səsin qaçırdı. Sonra səsə o qədər güc verirsən ki, səs qışqırıq kimi alınır. Çalış bunlar olmasın. 9 bal dəyərləndirdiniz. Vamik müəllim, qızımız necə ifa etdi? Nərmin çox ürəklə girişdi bu təsnifə, çox ürəklə. O qədər gözəl oxudu ki, tarçaların da simi qırıldı. Hamısı zərbdən deyib, bunlar hamısı. Ona görə, yaxşı oxudu ona görə. Bilirsiniz, ifalar cürbəcürdür. Məsələn, orada bir neçə boğaz ələdin, məndən müxalifdə. Mənə güman ki, onu özün kəşf eləmsən, onu sən heç kəsdən öyrənməmsən. Elə notlara sən toxundun ki, düzdür, öhdəsindən gəldin. Mənsum mənim dediyi kimi də Yaqub Məmmədov, iki ağız olur, bir ağız müxalif oxuyub orada. Onun bütün sənətinə bərabərdir. Bütün sənətinə bərabər odur. Necə Mənsuriyyədə Səyya oxuyub, bütün sənətinə bərabərdir. Ona görə yaxşı xanəndə həmişə, qızım sənə bir nəfəsi çox təkrar eləmə. Həmişə dinləyicinin niyaran qoy. Niyaran qoy ki, üstünə görə bir də eləyici, niyaran qoyanda o artıq, necə deyirlər, yaxşı gözə çarpır. Çox təkrar eləməyinə. Sonra axırda gəldin Səyya ayağın, ehtiyac yox idi ona. Elə müxaliflə ayaq eləyə bilərdin də. O artıq mən ona ehtiyac duymurdum, yaxşı oxudun. Çox gözəl oxudun, ürəklə oxudun. Ona görə mən də sənə bugünkü qiymətin sənin 9'dur. Təşəkkür edirik. İndi Nəzakət xanımı eşidək, onun fikrini alaq. Sənətkarlarımız dedi, təbrik edirəm. Nərmin potensialı deyərdim ki, hər dəfə fərqli ifalar eləyir və bizim sənətimizə belə xanəndələr, gənc xanəndələr lazımdır ki, gələcəkdə inşallah ki, muğamlarımızı tamam dəstgah ifa etsinlər.
Nərminin də həm bəm səsi var, həm orta səsi, həm də zil səsi. Ona görə potensialı böyükdür. Təbrik edirəm Nərmin. 9. Və 9 balla dəyərləndirdiniz. Sərdar müəllim, Əlbəttə Nərmin hazırlıqlı ifaçıdır və imkanları da var. Ancaq hər bir ifaçı fərdi nümayiş etdirir öz bacarığını və manənd müxalif segah içində ümumiyyətlə segah lirik bir muğamdır. Ancaq bu manənd müxalifdə o qədər bilmirəm mikrofona yaxın da çox oturmuşdu. Elə qışqırıq səs gəlirdi, elə bir ərəb zəngi çıxıb səhnədə cövlan edir, belə bir şey alınırdı. İstər-istəməz təəssüratı körlüyürdü, segah təəssüratından çıxırdı. Bu belə şeylərə fikir vermək lazımdır. Ümumiyyətlə, hər müqamın öz fəlsəfəsinə sadiq qalmaq lazımdır. Daha sonra təsnifin özündə keçən səfərdə mən bir ifaçıya dedim, nə halətdir deyirlər, ondan sonra nə deyirlər, heç kim başa düşmür. Hələ bir dənə nə halətlə qutarır o boyda təsnifdə klassik şeirlər itir batır. Bunu ya bir dəfəlik yaxşı öyrənin, ya tələffüzünüzü düzəldin. Nə qədər o hər çıxan eyni səhvləri təkrar edir. Ona görə mən bugün 9 verə bilməyəcəyim. 8 balla dəyərləndirdiniz. Görək, Səkinə xanım necə dəyərləndirdi bizim gənc xanəndəmizin ifasını? Onun da fikrini eşidək. Nərmin ifasını mən çox bəyənirəm, yəni ürəkli ifaçılarımızdandır. Sadəcə bugün biraz fikirləşirəm ki, müəyyən bir işlər var idi ki, onları qoy götür eləməli idi. Nəyi? Məsələn, manəndi müxalifdə çox qaldı. Əgər o qədər qalmışdınsa, elə oradan da təsnifə girib, məsələn, davam eləyə bilərdin. Və yaxud da ki, bir kağız manəndi müxalif eləyib, əslində yazılıb segah təsnifidə, gələrdin segahda, qəşəng, rahatlıqla ürəyi boşaldardın. Həm də o zildə də çox zildir. Sən də maşallah o zillərdən də əlavə şeylər eləyirsən, səs yorulur. Bilirsən? Yəni, gələcəkdə bunları fikir ver. Mən yəni, səni həmişə qiymətli və yaxşı bal vermişəm. Yəni, bu dediklərimə qulaq asın. Yaxşı? Və 9 balla dəyərləndirdiniz. Görək, İlqar müəllim nə söyləyəcək? İfa ilə bağlı qeydləri dedilər. Mən istərdim orada Vahidin şeirində bir maraqlı məqam var. Vahidin poeziyasının gözəl cəhəti ondan ibarətdir ki, bəzən səhl-i mümtəni qurur. Yəni, zahirən sadə görünən, amma içində özünün fəlsəfəsi, məzmunu olan. Məsələn, ilk beyti var, sevgilim, eşq olmasa varlıq bütün əfsanədir, eşqidən məhrum olan insanlığa biyanədir. İndi bu sual çıxa bilər ki, yəni bir insanın içində eşqi yoxdursa, heç kimi sevmirsə, bu insan deyil. Yəni, onun buna nə dəxli var? Amma onun altında çox maraqlı bir məqam var. İnsan dediyimiz varlığın kökündə üns sözü var. Yəni, bir uşağı, uşaq vaxtından bağlı bir yerdə saxla, yedizdir, içizdir, böyüt. O insan olmayacaq, elə varlıq olacaq. Niyə? Çünki ünsiyyəti yoxdur heç kimlə. İnsanı formalaşdıran ünsiyyətdir. Ünsiyyət də nədən yaranır? Eşqdən, sevgidən. Yəni, insanın başqa varlıqlara, başqa insanlara sevgisi, eşqi olmasa, o insan kimi formalaşa bilməz. Deməli, Vahid burada bizə həm də insanlığın bir formulasını göstərir ki, eşqi olmayan insan sayıla bilməz. Eşqi olmayan insanlığa biganədir. Deməli, əslində eşq sadəcə qadın-kişi münasibətində deyil. Eşq insanın öz sənətinə münasibətində, başqa bacısına, qardaşına, qohumuna, yaxınına, istənilən bir insana münasibətdə eşq varsa, deməli artıq sən buna insan deyə bilərsən. Eşq yoxdursa, orada insaniyyətdən söhbət gedə bilməz. Yəni, Allah rəhmət eləsin gözəl şairimizə. O ki, qaldı ifaya, ifada mən bir də məqamı deyim, bütün deyilən qüsurlarla razıyam. O, mən keçən dəfə dedim, ü hərfi ilə i hərfi sözlərin arasında, bunlar ayrı mənadır da. Yəni, sən qəm-ü eşqlə, qəm-i eşq, bunlar ayrı-ayrı şeydir. Qəm-i eşq deyəndə olur eşqin qəmi. Amma qəm-u eşq oxuyanda bu olur qəm və eşq. Çünki u və ü sözlərin arasında ərəb fars dilində bu və mənasındadır, izafət deyil.
Yəni i kimi oxu da qəmi eşqə edək çağırır. Qəmu eşqə dedi, olur o qəm və eşq. Oca tamam başqa bir yerə aparıb çıxardı. Yəni kiçik bir hərfdir. Yəni mən neçə dəfə bundan əvvəlki uşaqlara da onu qeyd eləmişəm ki, o izafətlərdə i'ləri üyləşdirməyin zorla. Əgər i'dirsə i kimi qalsın, qəmi eşq, şəbi hicran. Amma dərdü qəm, hə bu başqa. Dərd və qəm. Orada ü artıq və mənasındadır. Yəni siz orada qəmu eşq neçə dəfə təkrar getdin, qəmu eşq, qəmu eşq. Qəmu demə, qəmi eşqliyinə. Mən də kəsmək istəmirəm qiymətli. 9 balı dəyərləndirdik enerji var idi, və o enerjini də saxladı. Nərmin xanımın balları hesablanacaq. 62 balla dəyərləndirildi.